Marşrutu kaçırttım kızlar. Gitti. Ben de gedirəm aşağıdan minəm oradan. Buradan oraya yerisəm də mənim üçün səhər idman olar. Bir astanovka o tərəfə gedib. Orada gözləməyin yeri yoxdur. Onsuz da en az bir yarım saat sonra gelir. Yavaş yavaş düşünüyorum o diğer astanovkaya. Oradan minəm. Hem biraz yerimiş olum. Hem de orada dayanmayayım da bir de. Onların hikayesi macerayla dolu her gün. Soyda bilmirdi ne faiz ne de kış kalbi. Değişti her şey, eşitilen de bir gün. Yazı xarab olubdu. Bu açıqdır yazısı. İşləmir. Mən də eləmə tənbəllik. Dedim görüm düzəldə bilirəmmi. Buradan bir dənə calağı var idi. Əslində heç qopan yeri yox idi. Amma bəlkə dedim ayda kofem də soğudu. Amma bəlkə dedim o calağındandır. Çünki içində hər şey payatdır. İçində qopan heç bir şey yoxdur. Açdım burasından da baxdım. Bunu da qırdım. Buradan da bir dənə calağı var idi. Bəlkə deyirəm, bəlkə. Buradan da olmasa, deməli onda nəsə ustalıq bir işdir. Aparıb onu. Çünki bu qapıda yanmayanda qapının şeydir, içəridə qaranlıq görsənir içəri. O da bilinmir ki, açıqdırmı, bağlıdırmı. Bunu taxmayanda gəlib deyirlər ki, bəs niyə taxmayıbsan? Şeydir, elə bildik bağlıdır. Bu da 2 gündə orada qalıbdı. Önceleri baş koşmadım, sonra gördüm ki yok, bu bile problem olur. Şimdi bunu eləyim görüm, eləyə mi? Ya partladacağım ya da düz bağlamışım da bunu buna bağlayıram. Bunu da buna bağlayıram. Yəqin ki birini. Hayda, bu da buradan şeydi. Bunu da bile takım da. Açmadım bir de. Ve buradan bile taktım. Bunu da heneleyeyim. Bunu böyle ikisini de salyantalı eleyeyim. Daha sonra da yan yana tutun. Elə öz lentasından da bağlayın. Görüm elə işləyirmi? Elə belə bir sarayım görüm işləyirmi?
İstəməsə onsuz da gərək yalandan. Kızlar taxıram, hazırsınız. Ya partlayacaq birlikdə. Taxıram kızlar. Ya Allah. İşlədi, yandı. Qızlar, mən keçən dəfə paylaşdığım kremlə bağlı çox suallar, çox şərhlər alıram mən. Biri gəlir yazır ki, bəs öz başınıza krem versiniz, nə edirsiniz? Mən onu öz başıma da versəm, sizin başınıza da versəm, orada zərərli bir şey yoxdur. Mən onu zaten kosmetologdan məsləhət alıb özümdə icra eləmişəm. Zaten bunu da mən kosmetologun bir xanımın səhifəsindən, kosmetolog bir xanımın səhifəsindən götürmüşdüm. Kollagenin kremini mən onsuz da istifadə edirdim. Bunun içinə qatqılar, qatdığım qatqılar da Boroplusdur, zərərsizdir, vazelindir, zərərsizdir, vitamin Y-dir, zərərsizdir. Yəni bunun içinə qatqıların heç bir zərəri olmadığına, kalsium xloriddir, zərərsizdir olmadığına görə istəyən eləsin, istəməyən eləməsin, heç kim məcbur. Mən faydasını görmüşdüm. Faydasını gördüyüm üçün də öz kanalımda paylaşmışdım. Əgər sizlərin də bunun kimi faydalı məsləhətləriniz varsa, buyurun altından şərh bölməsindən yazın, hamımız faydalanaq. Çıxdım işdən qızlar, gedirəm evə. Bugün bir izləyicim gəlmişdi. İzləyəndə öz də biləcək. İzləyicim gəlmişdi yanıma görüşə. Çox sevindim, çox qəşəng sözlər dedi. Çox təşəkkür edirəm. O qədər eşqlə danışdı ki, xanım məndə. Həqiqətən də belə fərəhləndim. Çox sağ olsun. Mən də ki, bu qədər ummazdım, amma çox qəşəngdən. Gözlər qəşəng görübdü. Çox sağ olsun. Gözəl sözlərindən könlümü həqiqətən xoş elədi. Bir də mənə hədiyyə almışdı. Hədiyyə gətirmişdi. Sağ olsun. Evə gedim, sizə də göstərərəm. Sağ olsun. Həqiqətən xanım çox mehriban idi. Çox gülər üzüydü, şirin dilliydi. Eyni şeyi o da mənə deyir ki, bəs bu qədər təsəvvür eləməzdim, çox mehribansan. Deyir ki, çox istiqanlısan, qanım deyirsə qaynadı filan. Heç nə, indi biz nömrələşdik. Yəqin ki, indən sonra da davam edərik tanışmağa, görüşməyə. Bəlkə bir yerdə də oturarıq, çay filan içərik. Yəni mən ətrafımda gözəl xanımların olmağını çox sevirəm. Sizə Rənanın ağacını çəkim. Bunu atam Rəna anadan olanda onun adını əkmişdi. Armud ağacıdır. Belə balaca armudlar olur. Nəminə sortu deyirlər ona. O ağacdır. Bütün ağaçlarımız solubdu. Hətta baxın, kəsmişik hamısını. Çünki baxın, hamısını kəsmişik. Orada da ağaçlarımız var idi. Neçə dənə ağaçlarımızın hamısını kəsmişik. Niyə kəsmişik onu da deyəcəm. Burada da var idi ağac kəsmişik. Amma bu Rənanın ağacıdır. Bu ağac Rəna ilə yaşıddır. O vaxtlarda mən bilmirəm, bura qoymamışdım. Onda vlog çəkmirdim, bura qoymamışdım. O da ərik ağacıdır. Ərikdir, səhv eləmirəmsə, gilasdır. Bunlar gilasdır, qurudu. Birini kəsdik. Həmişə vloglarımda görmüşdünüz, şey eləmişdim. Gilasını yığırdım həmişə. Bunu kəsdik. İndi gəlib bunu da kəsəcəklər. Əvvəl atam yaxşı idi. Atam özü qulluq edirdi, özü belləyirdi, dibini falan hər şey eləyirdi. Yəni ağaçlarımız qəşəng meyvə verirdi. Qəşəng də yəni sağlam idi. Daha sonra o da hayva ağacıdır. Daha sonra atam xəstə olandan sonra, yatağa düşəndən sonra bunlara qulluq edən mamam o qədər də işin gücün içində bunlara qulluq edə bilmədi və ağaçlarımız başladı hamısı solmağa. Solduqca, quruduqca da kəsməyə məcbur qaldıq. Orada da ağaçlarımız var idi, hamısını kəsmək. Orada yadınıza gəlsə, atamın quşlarının damı var idi. Quş saxlayırdı. Atam yatağa düşəndən sonra damı da götürdük, quşları da götürdük. Orayla boş qaldı.
Allah heç bir evin böyüyünə həqiqətən də bir xələl gətirməsin. Allah heç bir evi böyüksüz eləməsin. Mənim atam yatağa düşəndən sonra bizim evimiz o ev olmadı da yəni. Yəni indi bir köşədə bir yerdə oturub düzdür ki, Allah yəni ömrünü uzun eləsin, nəfəsi gəlsin, getsin, o başqa məsələ. Amma yəni evimizin elə bir şənliyi getdi də, evimizin necə deyim, hamının ürək dirəyi ilə bir düşdü də o yatağa. Amma bu armud ağacı düzdür, belə çiçəkləməyinə baxmayın. Qulluq olunmur deyə meyvə də verir meyvə. İndi inşallah ki meyvəsi olanda yenə çəkəcəm, sizə görəcəksiniz. Meyvə verir, amma çoxsu çürük olur və də belə sulu olmur. Yəni belə sağlam deyil də. Zorla bir-iki belə meyvə verir, o da sağlam olmur. Mənim də sözünüzü başım çıxmır öyle ağaca qulluq eləməkdən falan. Bəlkə indi bu il biraz bunu mən qurdalayam, biraz nə bilim orasını burasını belə belliyəm ki şey olmasın. Bəlkə solub getməsin. Amma yenə də bu ağac mənə həmişə kövrəldib də. Həmişə həm atama görə kövrəlmişəm, həm qızıma görə kövrəlmişəm. Orada bir şey gördüm. Dayanın. Bizim həyatımızda həmişə atam qulluq eləyirdi də, bu qədər olmurdu. Amma indi heç birimiz eləyə bilmirik. Çünki hamı işdə, gücdə, hamının problemləri. Lale, güzel lale. Kopartmayayım ki kalsın. Kopardım, neyəcəm ki? Kopardan kimi solur zaten. Bakın atamın quşlarının yerinə yoxdur. Onlar da mənim güllərimdir. Bakın. Sizə danışmışdım güllərimin hikayesini. Bakın necə qurudu getdi. Bu gülümün qabı yadınızda beraber bəzəmişdik bunda. Bakın hamısı soldu getdi, qurudu. Yoxa çıxdı. Bir dənə o iş yapardığım gül qalıbdı. Aslında insan da belədir. Qayğısız qalanda, sevgisiz qalanda bakın bu cür belə quruyur gedir, yox olur və kimsəyə lazım olmur. Ona görə də insan gərək canının qədrini bilsin. Bu hala düşməmişdən və bu halda heç kimə lazım olmamışdan öncə öz təravətini bilsin. Öz gözəlliyinin qədrini bilsin insan gərək. Oğlum zəngilədi ki, hazırlar, gəlirəm səni götürməyə, gedək biraz, baş-başa gəzək, söhbət eləyək. Getdik biz də qəşəng hazırlaşdım, çıxdım, getdik. Öncə yolun qırağında olan 1 manat 20 qəpiklik ciyar kebabından aldıq. Mən bu kebabın dadını o qədər sevirəm ki, əvvəlki iş yerimə yaxın olduğu üçün tez-tez günorta yeməyimi alıb yeyirdim. İndi də oğlum sağ olsun, arada sırada yolu oradan düşəndə alır gətirir. Yenə getdik, bol soğanlı kebabımızı çəkdirdik, təzə-təzə aldıq. Demək qızlar, biz oğlumla kebabını göstərək. Biz oğlumla kebabımızı almışıq. Bu yağışlı havada. Bayağı da belə yağış yağır. Dontikimiz də yoxdur, amma soğan iylənə soğanlı kebabımızı almışıq. Çıxmışıq oğlumla şəhərə. Şimdi birazdan oğlumun dostu da gələcək. Teknik olarak burası şəhərdə idi. Haradır bəs? Ekopark diye bir ayrı bir yerde. Şəhərin biraz qırağı. Nə parkdır? Ekopark. Ha, ekoparka gəlmişikmiş. Xəbərimiz yoxdur. Amma qaydana maşınla qaydacaq da. Yəni oğlumun dostu gələcək, qaqaşın dostu bizə aparacaq evə. İnşallah. Ayranımızı da almışıq hələ. Ayran edit. Yadımda. Mənim oğlum ayran filan içən deyil. O 1 litrlik ayranı yəqin ki mənim üçün alıb. İnşallah. Hamısı içərsən də yəqin. Mən də 1 litrlik ayran içirəm də. Təsəvvür edin. Acı da almadık. Acı alsaydıq heç olmasa biraz şey ola bilərdi. Nə qəşəngdir. Mən heç bura gəlməmişəm ya qardaş. Nasıl Gəncərsən? Vallahi gəlməmişəm. Ekopark aslında çox bir şey deyil. Bilən yerdə yatdım. Orada. Mən bu Amma ben park telefon tapmışım. adını eşitmişəm, nə qəşəngdir dekor. Ben buradan telefon tapmışım. Skamerka'da oturduğum yerde telefon tapmıştım. Nə oldu bəs? Sahibi neden gelen geldi götürdü apardı. Adam Ay, 1 manat nə? bile vermedi. Ulan! Ulan! Mən oğlum çox ağıllı Ulan. uşaqdır. Bax, Ya bu arada manatı qarşılıq yer demirəm. gözlədiyin halda yaxşılıq eləyibsənsə o Allah Ya, rızası dur. üçün olmayıb. Dur insanlar yanlış anlayacak. Ben orada manat dedim ya onu mənə demedim. Adama telefon vermişəm. Hə. Adam təşəkkür belə eləmədi. Maşın qada qoydu getdi. Nə Ulan. telefonuydu? Çox baxmadım. Nəsə Redmi. Yəni 1 manat nəysə Honor, də honor, amma honor, hə, honor. 1 manat nəysə də istəmirik, amma təşəkkür eləmək ona görə də yəni Söz gəlişi olur bir qəpik belə gözləntim olmadan
Apardım adamın telefonu. Bak tam oradaydı. Aa, bura çok qəşəng yerdir əslində. Burada arka var ya, bu binanın ışıklı binanın arkası. Bu arada bina Bu nədir? Bu bina Bu bina nədir? bir kiliseye okşadır ama. Emel baş kiliseye okşuyor. Bu bina nədir? Ekopark. İçi nədir? İçeride eko sistem var böyle böylece. Ağaçlar falan var. Egzotik ağaçlar var, bitkiler var. Bir de restorandı. Çok geçe bir teması var aslında. Buranın arkası geçeydi. Buranın arkasında... Demək qızlar, mən evdən çıxanda, bir dəqiqə qış üzr istəyirəm sözün kəsdim, üzrü sayın. Onu deyim, evdən çıxanda yağış filan yağmırdı. Zaten bizim planımızda yağış olsaydı, bərəkətinə qurban olduğum çörək düşdü. Zaten yağış olsaydı başımda da kurtkamı salmışam, baxın. Yağış yağacağını bilsəydik, bəlkə də çıxmazdıq. Amma çıxandan sonra yağış yağdı, mən də belə ağ giyinmişdim. Hiç olmaz, canım sağ olsun. Eybi yoktu, atarıq maşında yolar. Buranın arkası çok geçeydi. Buranın arkasında bir skamyaka var böylece. Oradan gün batımını, gün çıkmasını falan görebilirim. Mən bilsən nə, deyirəm, yəni bunun içində nə var? Restorandı, Kafeydi, Kofe shop'tu. restorandı. Hem de egzotik ağaçların, bitkilerin falan olduğu sergilendiği mini müze için bir şey. Yani müze dedi, değil mi? Anladın. Ekopark değil, adı Ekopark'tır. Adını tutarlar tamam. Ekopark. Ama o bina çok kilise okşuyor bak. Orada evvel kilise vardı, ben de üstüne tistiler. Ya bu kadar okşarlık olmaz. Gəncəli olub da bura gəlməyəm mən. Adını ama eşitmişdim bir yerlərdə. Ekopark'ın. Üstüne önemli bölümde. Aygar, Bize konum veriyor. bu besetkanın içində oturmağa yer. Çok tatlı değil. Hadi bakayım. Ya burada. Akşam görsem böyle. Acıqsan. Yok. Ne alakası var? Gözler, bura yağışlı havada çox qəşəng ləzzət verər də burada yemək yemək. Nə? Tavamızı... Soğanlarım düşdü. Soğanlarıma bakın. Karşılaştırak sen şimdi yiyip da bura. Bu vapşe yolda idi. Aslında böyle gündüz vakti ağır şeydi. Ben ciğerime girip ha. Güneşe düşen daha güzel. Geldi. Yağışlı havada çıxmağın da öz ləzzəti var axı. Hiçbir lezzeti yok. Valla var. Sana yani. Olsun. Dostumuzu çekey. Ha? Ulan gözlere bak. Vay aslanım vay. Bu qədər ayran hamısını demək içməliyəm də, bunu deməyinə görə. İç. Bu belə əldə hazırlanma ayrandır. Kebab satılan yerdə verirlər. Çox qəşəng dadlı olur. Dostumuz her orada durur. Azıcıq biraz tuzu yoxdur. Tuz olsa lap qəşəng olarmış. Tərpənmir də elə də bizə baxır. Qızlar, bir yağış yağır ki, burada görünməməyinə baxmayın. Geldi bura. Buralar hemşe. Buranın hemsi bizim olur hemsi. Hemşe dili tanıştılar artık galiba. Də. Alınan torpaqlarda plan quranlara oxşadıq. Buradan durub çaylara baxırıq. Ha buraların hamısını otel eləməyək. Daha bu yarısını şey eləyək. Ya deyirlər ona restoranlı, kafe deyir, uşaqlar üçün eləyən. Ona hamısını onlar eləmək. Söz gidebilmez daha eften İnanmıram sana sildim yürekten Her şeylerimdedir yazmışam hamısını defter defter Oğlumla qəşəng zaman keçirtdik, vaxt keçirtdik, bol-bol söhbət elədik. Dostu bizə sonradan qatıldı. Ona görə ki, Qaqaşın məndən başqa söhbəti var idi deyə biz onu ilə sonradan çağırdıq ki, bəs bizi götürməyə gələrsən. Bol-bol söhbət elədik, əyləndik. Mən oğlumla tez-tez bunu eləyirəm. Qızımla da həmçinin. Qızımla gündüzlər çıxıram, oğlumla tez-tez çıxıram belə gecələri. Çox vaxtda çəkiliş günümə rast gəlmir deyə onda çəkilişdə göstərmirəm, çəkmirəm. Amma bu günlərim təsadüfən vlog günümüzə rast gəldi deyə bu günlərim çəkdi. Zaten oğlum da mən də istəyirik ki, özümüzə aid bir günümüz olanda onun telefonları kənara qoyaq.
telefonla oynamayaq ki, baş-başa söhbət eləyək, bol-bol dərdlərimizi bölüşək, fikirlərimizi bölüşək. Mənim hər bir şeydə məsləhətçim, hər bir yolumda məsləhətçim birinci mənim oğlumdur. Bugün də o günlərdən biri təsadüfən vlog günümə denk gəlmişdi deyə mən də bunu vloguma çəkdim. Artıq evə dönürük. Burada da vlogumu tamamlayım. Gəldiyiniz, izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun. Gözəl şərhlər yazan hər kəsin ürəyindən öpürəm. Özünüzə yaxşı baxın. Hələlik.